İranın İslahatçı Hərəkatının lideri Ali rəhbər Əli Xameneyinin istefa verməsi və hakimiyyəti müvəqqəti şuraya ötürməsi tələbini müzakirə eləyiblər və bu barədə danışıqlardan xəbərdar mənbələr məlumat verib. Və məlumat verilir ki, onlar Xameneyiyə könüllü istefa təklif eləyiblər. Bildirilir ki, bu missiyanın İran siyasətçisi Azər Mənsuriyə həvalə edilməsi planlaşdırılıb, lakin hökumətin müxalifətə qarşı təhdidlərindən sonra plan pozulub. Müxalifəti ali liderin istefasını müzakirə etməyə sövq edən səbəblərdən biri Tehranda və digər böyük şəhərlərdə baş verən son kütləvi ixtişaşlar zamanı itkilərin sayından narazılıq idi. İran İslam Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən lider fəaliyyət qabiliyyətini itirdikdə və ya müəyyən edilmiş tələblərə cavab vermədikdə vəzifəsindən azad edilə bilər. Belə bir halda ekspert şurası təcili olaraq yeni bir lider təyin etməyə borcludur. Xatırladaq ki, Ayətullah Əli Xameneyi 1989-cu ildən bəri ali rəhbər vəzifəsində çalışır. O, İrana İslam inqilabından ölümünə qədər rəhbərlik eləyən Ruhullah Xameneyinin yerinə keçib və Xameneyinin hakimiyyəti dövründə ölkədə dəfələrlə geniş miqyaslı etirazlar baş qaldırıb və bu etirazlar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılıb. Və İranda kütləvi etirazlar dekabrın sonlarında iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayıb. Ən son etirazlar hakimiyyət orqanları ixtişaşlara görə Birləşmiş Ştatlar və İsraili günahlandırırlar. Birləşmiş Ştatlar prezidenti Donald Trump etirazların zorakılıqla yatırılacağı təqdirdə Tehranın mümkün tətillərlə bağlı açıq şəkildə xəbərdarlıq eləyib.